Salam, hər vaxtınız xeyir. Analitik həndəsədən düz xətlərə aid 11-ci məsələyə baxaq. 11-ci məsələdə deyilir ki, 2x üstəgəl 8y çıx 15 bərabərdir 0 düz xəttinə nəzərən M nöqtəsi ilə simmetrik olan nöqtənin koordinatlarını tapın. Düz xəttə nəzərən nöqtənin simmetrik olduğu nöqtəni qurmaq üçün nə etmək lazımdır? Tutaq ki, bizə L düz xətti verilib və L düz xətti üzərində yerləşməyən A nöqtəsi verilib. A nöqtəsinin L düz xəttinə nəzərən simmetrik olduğu nöqtəni qurmaq üçün A nöqtəsindən L düz xəttinə perpendikulyar düz xətt keçirmək lazımdır. L1 düz xətti deyək buna. Perpendikulyar olacaq. A nöqtəsindən L düz xəttinə qədər məsafəni tapmaq lazımdır. Tutaq ki, bu məsafə A-ya bərabərdir. Kəsişmə nöqtəsini O hərfi ilə işarə edək. Bu nöqtəni O nöqtəsindən başlayaraq L1 düz xətt üzərində A parçası ayıraq. Və bu nöqtəni A' ilə işarə edək. A'-in koordinatları x' və y' olsun. A' və A nöqtələri L düz xəttinə nəzərən simmetrik nöqtələr adlanır. Yəni, A nöqtəsindən L düz xəttinə qədər olan məsafə A' nöqtəsindən L düz xəttinə qədər olan məsafəyə bərabərdir. Gəlin məsələmizə baxaq. Tənliyi y bərabərdir kx plus b şəklinə salaq. 2x plus 8y bərabərdir 15-ə. 8y bərabərdir mənfi 2x üstəgəl 15. Y bərabərdir mənfi 4-də 1x üstəgəl 8-də 15. Düz xəttimiz bu şəkildədir. M nöqtəsini düz xəttin üzərində qeyd edək. 2 mənfi 5. Bu düz xəttin adını L qoyaq. Bunun tənliyi mənfi 4-də 1x plus 8-də 15 şəklindədir. M nöqtəsinin simmetrik olduğu nöqtəni qurmaq üçün M nöqtəsindən L düz xəttinə perpendikulyar çəkək. Bu düz xətt keçirək. L1 deyək bu düz xəttdə. M nöqtəsindən keçən L düz xəttinə perpendikulyar olan tənli L1'dir. L düz xəttinin bucaq əmsalı mənfi 4-də 1-ə bərabərdir. Ötən videolarda da demişdik ki, iki düz xətt bir-birinə perpendikulyardırsa, onların bucaq əmsalları arasında belə bir münasibət var. K1, K2 bərabərdir mənfi 1-ə. L və L1 düz xəttləri bir-birinə perpendikulyardır. L düz xəttinin bucaq əmsalı mənfi 4-də 1-ə bərabərdirsə, L1 düz xəttinin bucaq əmsalını K deyək. Mənfi 4-də 1 vurulsun K bərabərdir 1. Mənfi 1 olmalıdır. K isə bərabər olacaq nəyə? 4-ə. L1 düz xəttinin bucaq əmsalını tapdıq 4 və keçdiyi nöqtə var 2 mənfi 5. Düz xəttin bucaq əmsalının tənliyini yazaq. Y çıx y0 bərabərdir K vur x çıx x0. Burada x0 və y0 2 və mənfi 5'dir. Y çıxılsın mənfi 5, müsbət 5 olacaq. K 4'dür, vurulsun x çıx 2. Buradan y bərabərdir 4x çıx 8 çıx 5 çıx 13 olacaq. L1 düz xəttin tənliyində yazdıq. Bu iki düz xətt bu nöqtədə kəsir. Bu nöqtəyə bir O nöqtəsi deyək, koordinatları A və B olsun.
İki düz xəttin kəskin nöqtəsini tapmaq üçün onların tənliklərini bərabərləşdirmək lazımdır. Yəni 4x çıx 13 bərabər olmalıdır -4-də 1x üstəgəl 8-də 15-ə. Hər tərəfi 8-ə vursaq 32x çıx 104 bərabərdir -2x üstəgəl 15. 34x bərabərdir 119, x bərabərdir 3,5 alarıq. Y isə x-i 3,5 tapdıqdan sonra ya bu tənlikdə ya da ki bu tənlikdə x-in yerinə qiymətini yazaraq y-i tapmaq olar. Hər ikisində eyni cavab alınacaq. X-in yerinə 3,5 yazdıqda 4 vur 3,5 14, 14 çıx 13 1 alarıq. O nöqtəsinin koordinatları A, B oldu 3,5 və 1. 3,5 və 1. İndi isə M nöqtəsinin simmetrik olduğu nöqtənin koordinatlarına baxaq. Simmetrik olan nöqtəni M' ilə işarələyək. Onun koordinatlarını x' və y' deyək. Dedik ki, O nöqtəsi M və M' nöqtələrinin birləşdirdiyi parçanın orta nöqtəsidir. Bir sözlə O nöqtəsi M' parçasının orta nöqtəsi olacaq. Şəkli ayrıca çəkək. M və M'. M nöqtəsinin koordinatları bizə verilib 2-5, 2-5. M'-in koordinatlarını bilmirik. Bunları tapmağa çalışacağıq. Və orta nöqtəsinin koordinatları var. Tapdıq 3,5 və 1. Biz M və M' uyğun koordinatlarını toplayıb yarıya bölsək, O nöqtəsinin koordinatlarını alarıq. 2 üstəgəl x' böl 2 bərabərdir 3,5 və -5 üstəgəl y' böl 2 bərabərdir 1. X' üstəgəl 2 bərabərdir 7, x' bərabərdir 5-ə. Y' çıx 5 bərabərdir 2-yə, y' bərabərdir 7-yə. M' nöqtəsinin koordinatlarını tapdıq 5 və 7. Bizdən də elə onu soruşurdu. Simmetrik olan nöqtənin koordinatlarını tapın. 5 və 7.